Hər vaxtınız xeyirli olsun. Ən çox verilən suallardan biri odur ki, Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbi ilə bağlı, misal üçün deyirlər ki, uşağın 10 yaşı, nə bilim, ayın yanvarın 3-ü tamam olur, noyabrın 7-si tamam olur. Fərqi yoxdur. Bu ilin dekabrın 31-nədək uşağınızın 10 yaşı tamam olursa, 4-cü sinifdə oxuyursa, mütləq 4 olmalıdır. 5-də, 6-da, 3-də oxuyursa, yox. Dövlət Sərhəd Xidmətinə verə bilər. Əslində, xüsusi məktəb sizin üçün bir növ alternativ yaradır, gələcəyə iş şansı yaradır, təhsil tamamilə pulsuzdur, geyim, yemək və digər təminatları dövlət tərəfindən qarşılanır. Həmçinin bizdə Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə hazırlaşmaq üçün onlayn və əyani hazırlıq qrupları var və hər həftə sınaq imtahanımız təşkil olunur. Suallar daha çox o tipdə olur. Siz övladlarınızın daha etibarlı hazırlaşması üçün eləcə də sınaq imtahanlarımızda da iştirak edə bilərsiniz. Uşaqlar bizim gələcəyimizdir. Hələ onlar vətənpərvər kimi yetişirlərsə daha gözəldir, daha yaxşıdır və arzu edirəm ki, həyatınız daim işıqlı olsun, uğurlu olsun, arzunuza çata biləsiniz. Uğurlar.